Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsi dünya mediasının diqqət mərkəzindədir. Nüfuzlu Reuters agentliyinin, ABŞ-nin As News, The Straits Times, Econo Times qəzetlərinin Global Banking and Finance internet resursunun, habelə beynəlxalq analitik portal olan All-Monitor'un dərc etdiyi Azərbaycan Qəzzaya sülhməramlı kontingent göndərməyəcək sərəlövhəli xəbərlərdə qeyd olunur ki, Prezident İlham Əliyev Azərbaycan hərbçilərinin ölkənin hüdudlarından kənarda heç bir hərbi əməliyyatlarda iştirak etmədiyini və bunun gələcəkdə də nəzərdə tutulmadığını bildirib. Materialda bununla bağlı yanlış məlumatları təqzib edən dövlətimizin başçısının sözləri sitat gətirilir. Biz 20 sualdan ibarət müraciət tərtib etdik və onu Amerika tərəfinə çatdırdıq. Bu məsələlərə aydınlıq gətirilməyincə Azərbaycanın hər hansı missiyada heç bir iştirakı nəzərdə tutulmur. Türkiyənin aparıcı media orqanları da Azərbaycan prezidentinin yerli televiziya kanallarına verdiyi müsahibəni geniş şəkildə işıqlandırıb. Qardaş ölkənin televiziya kanalları, xəbər agentlikləri və qəzetləri Azərbaycan liderinin Türk Dövlətləri Təşkilatı çərçivəsində müdafiə əməkdaşlığının vacibliyi ilə bağlı fikirlərinə, eləcə də Prezident İlham Əliyevin Türkiyə ilə müttəfiqlik əlaqələrinin dərinləşdirilməsi ilə bağlı açıqlamalarına diqqət yetiriblər. Azərbaycan prezidentinin Türk dövlətləri ilə münasibətlərin inkişafı ilə bağlı mövqeyi də diqqət mərkəzində olub. Xəbər və reportajlarda dövlətimizin başçısının qlobal proseslər, Zəngəzur dəhlizinin işə salınması və Ermənistanla münasibətlərin normallaşdırılması da daxil olmaqla müxtəlif cari məsələlərə dair fikirləri də yer alıb. Gürcüstan mediası da Azərbaycan prezidenti İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibəni geniş şəkildə işıqlandırıb. Nüfuzlu Rezonans Daily.com, VPN-G, Interpress-G, Qafqaz-Türk.com, Aktual-G, 24 News-G, Real News-G informasiya portalları, eləcə də 1TV-G televiziyası və onun rəsmi internet saytı mövzu ilə bağlı silsilə xəbərlər yayımlayıb. Əksəriyyəti yayılan xəbərlərdə və reportajlarda dövlətimizin başçısının Qəzzaya sülhməramlı qüvvələrin göndərilməyəcəyi, Zəngəzur dəhlizinin işə salınması, Çindən və Orta Asiyadan yüklərin bu dəhliz vasitəsilə daşınması, eləcə də qlobal proseslər və Ermənistanla münasibətlərin normallaşdırılması da daxil olmaqla müxtəlif cari məsələlərə dair fikirləri də yer alıb. Yaxın Şərqin ortaq portalı olan Salem, həmçinin Avropa Press qəzetinin materiallarında qeyd olunur ki, Prezident İlham Əliyev Bakıda Azərbaycan hökumətinin maliyyə dəstəyi ilə Fələstinin səfirliyinin də fəaliyyət göstərdiyini qeyd etməklə yanaşı, ərəb ölkələrinin məsələlərini ərəb dövlətlərinin özlərinin həll etməli olduğunu bildirib. Prezident əlavə edib, yaxın şərqdə hansısa fəaliyyətlərdə mümkün iştiraka gəldikdə ABŞ-nin BMT-dəki səfirliyinin Azərbaycanın razılıq verməsi ilə bağlı bəyanatı bizi təəccübləndirdi. Biz razılıq verməmişik və diplomatik kanallarla Amerika administrasiyasına çatdırdıq ki, bu cür yalan bəyanatlar qəbul edilməzdir. Onlar yanlış mənzərə yaradır. Ola bilər ki, belə bir cəhd olub. Kimi isə bu prosesə cəlb etmək üçün Azərbaycanın razılıq verdiyini deyiblər. İstisna etmirəm ki, əgər belə olubsa, bu ümumiyyətlə heç bir vəclə qəbul edilə bilməz. Nüfuzlu Əl-Şarq, Əl-Əfsat, Əl-Quds, Əl-Arabi, Əl-Düstur, Əl-Şuruq, Saman News, eləcə də Fələstinin informasiya portalları, bir sıra televiziya kanalları mövzu ilə bağlı silsilə xəbərlər yayımlayıb. Ərəb mediasında yayılan xəbərlərdə və reportajlarda dövlətimizin başçısının Azərbaycanın Qəzzada sülhməramlı qüvvələrin tərkibində iştirakla bağlı mövqeyi, eləcə də qlobal proseslər və Amerika Birləşmiş Ştatları ilə münasibətlər əsas diqqət mərkəzində olub. İspan dilli Demokrata, Notimersa, Portal Tela, Telebrensa, İtonqadol, Infobaye agentlik və portallarında dərc olunan xəbərlərdə də Azərbaycanın dövlət başçısının Qəzzada hər hansı əməliyyatlarda iştirak etməyin qeyri-mümkün olması ilə bağlı fikirləri yer alıb. Qeyd olunub ki, Prezident İlham Əliyev Azərbaycan sülhməramlılarının əvvəllər Kosovo və Əfqanistanda sülhməramlı missiyalar zamanı da heç bir hərbi əməliyyatda iştirak etmədiyini diqqətə çatdırıb. Beynəlxalq iqtisadiyyat portalı Investing.com, İsrailin The Jerusalem Post, İsrail Hayom, Time of Israel qəzetləri, rus dilində nəşr olunan Vesti İsrail portalı, Bolqarıstanın Dnevnik nəşri, Yunanistanın Sky internet resursu da Azərbaycan prezidentinin yaxın şərqdə münaqişələrə dair fikirlərini dərc edib. Materiallarda qeyd olunub ki, Prezident İlham Əliyev Qəzza zolağına sülhməramların göndərilməsi ilə bağlı yayılan yanlış məlumatları təksib edib və bu xəbərlərin ilk mənbəyi olan ABŞ tərəfinə diplomatik kanallarla 20 sualdan ibarət müraciət çatdırdığını, həmçinin bunun
bununla bağlı təəssüfləndiyini bildirib. Prezident İlham Əliyevin müsahibəsindəki əsas məqamlara Pakistanın Ummad, Don, Hindistanın Şafaqna India, İranın Mehr Agentliyi, Tahlil İran və Vista portallarının dərc etdikləri materiallarda da geniş yer verilib. Qeyd olunub ki, Azərbaycan dövlət başçısı öz ölkəsinin Fələstinlə bağlı İslam Əməkdaşlıq Təşkilatının qərarlarına qoşulduğunu bildirib, amma Qəzzada, ümumiyyətlə hər hansı xarici məkanda heç bir əməliyyatlarda iştirakın nəzərdə tutulmadığını bəyan edib.